11 ayın sultanı Ramazan xoş gəldi. Allah hamının orucun duasını qəbul etsin. Mən də axşam süfrəsinə döşəməli aş hazırladım. Döşəməli aş bizim evdə çox sevilir. Mən isə bunu soğanla edirəm. Xanımlar, rəylərdə yazın görüm sizlər necə hazırlayırsınız. Soğanları da əlavə edəndən sonra düyüyə final duru yağından biraz gəzdirirəm. Onda düyü dəndən olur, parlaq olur. Sizlər necə duru yağ əlavə edirsiniz? Mən tək duru yağ deyil, nehri yağı da əlavə edirəm. Bu səfər döşəmə plovda şanqol düyüsündən istifadə etdim. Baxdım ki, Araz supermarketlərdə endirimdədir. Mən də endirimdən yararlandım. Giləzi toyuğu, tamlı toyuğu hamısı endirimdədir. Mən döşəmə plovda giləzi toyuğundan istifadə etdim. Onu da qeyd edim ki, Araz supermarketlərdə Ramazan ayının gəlişinə özəl 19-dan 26 fevrala qədər böyük endirimlər sizi gözləyir. Siz də bayram alış-verişinizi Araz supermarketlərdən edə bilərsiniz. Ramazan süfrələrinin bəzəyi xurmalar çox gözəl endirimdədir. Badamlı suları, duru yağlar, xonça çörəklər, bağdan kompotları hamısı böyük endirimdədir. Mən də alış-verişimi edib indi isə evə yollanıram. Artıq süfrəm və aşım hazırdır. Düyünü çox bəyəndim. Aşım dəndən olmuşdu. Toyuq da çox gözəl qızarıbdı. Süfrələriniz ruzili, bərəkətli, ağzınız isə şirin olsun. Allah orucunuzu qəbul etsin.